Hər vaxtınız xeyir, əziz və dəyərli dinləyicilər. CBC FM-də Həkim vaxtında xoş gördük sizləri. Bugünkü verilişimizin mövzusu səhiyyədə idarəçilikdir. Qonağımız isə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının rəhbəri, Məlhəm Beynəlxalq Hospitalın icraçı direktoru, aksiyanın idarə heyətinin üzvü Sevdə xanım Əlizadədir. Xoş gəlmisiniz, doktor. Təşəkkür edirəm ilk növbədə məni bu verilişə dəvət elədiyiniz üçün. Biz də sizə öz dərin təşəkkürümüzü bildiririk ki, vaxt tapıb işinizin bu qədər çox olduğu bir vaxtda verilişimizə gəldiniz. Ümumiyyətlə, bugün biz səhiyyədə idarəçilikdən danışacağıq. Sizin prizmanızdan yanaşsaq, səhiyyədə idarəçilik necə olmalıdır? Buyurun. Sualınız üçün təşəkkür edirəm. Əvvəlcə baxaq görək, səhiyyədə idarəçilik ümumiyyətlə nədir? Bəli. Çünki yeni qurulan xəstəxana və gənclər əgər bizə qulaq asıb dinləsələr, bunlar bilməlidirlər ki, səhiyyə idarəçiliyi ümumiyyətlə nə deməkdir? Səhiyyə idarəçiliyi xəstəxana daxilində olan bütün qurumların, tibbi və qeyri-tibbi qurumların bir-biri ilə sistem şəklində, inteqrasiya şəklində işləməsidir. Burada kadrların düzgün seçilməsi və idarə etməsindən tutmuş, pasiyent növbələrinin qurulması, həkimlərin doğru iş yükü seçilməsi və iş yükünün azaldılması, risklərin idarə edilməsi, qeyri-tibbi sistemlərin inteqrasiyası və yönləndirilməsi, orada kadrların seçilməsi və s. və axıra uzun bir prosesdir. Xəstəxana daxilində qeyri-tibbi olan bölümlər var ki, məsələn, camaşırxana, yeməkxana, xəstə xidmətləri, texniki bölüm, təmizlik bölümləri, ambar və s. və axıra bütün bu sistemlərin həkimin işinə birbaşa əlaqəsi var. Çünki biz xəstəxana rəhbəri olaraq bütün bu sistemlərin işini o qədər yüksək səviyyədə qurmalıyıq ki, həkim rahat işləsin, həkimin iş yükünü azaldaq. Məsələn, bir alət həkimin cərrahiyyəsi zamanı qeyri-steril və yaxud da tam qeyri-steril olmadan əməliyyatxanaya gələrsə, bizim həkimin texniki cəhətdən elədiyi əməliyyatın heç bir nəticəsi olmaz. Xəstə irinləyər və s. infeksiya düşər və yenə də əziyyət çəkən olmalıdır ki, xəstəxana daxilində sterilizasiyadan tutmuş bütün bölümlər güclü olmalıdır, güclü yönəldilməlidir, kadrlar düzgün seçilməlidir ki, bütün bunların tandemində yaxşı bir idarəetmə olsun. Siz ümumiyyətlə bildiyim qədərilə həm dövlət, həm də özəl sektorda, yəni ki, vaqif adamsınız, yəni bilirsiniz hər iki sektor. Özəl sektorda idarəçilik necədir? Yəni fərqlənirmi, yəni dövlət sektorundan, yoxsa orada eyni standartlardır? Buyurun. Xeyr, özəl sektorda idarəçi çox fərqli və çətin və çox məsuliyyətlidir. Çox məsuliyyətlidir. Nə ilə əlaqələndirərsiniz? Çətinliyi və məsuliyyəti, çünki hər bir prosesi rəhbər və yaxud da sahibkar özü tənzimləyir. Yəni, heç kəs sizə əlavə, məsələn, dövlət xəstəxanasının dərman, təchizat, tibbi sərf, həkimlərin və yaxud da bütün personalın maaşını, məvacibini dövlət ödəyir. Özəl tibb müəssisələrində isə siz bunu siz özünüz qazanmalısınız. Bu maddi resursu qazanmaq üçün gecə-gündüz işləməlisiniz və nə etməlisiniz? Pasiyent yönümlü işləməlisiniz. Yəni, pasiyent sizi məmnun olmalıdır, sizi seçməlidir, sizə gəlməlidir ki, siz də ayın sonunda həm aldığınız dərman, tibbi sərf, ödənişlərini edəsiniz, həm maaşları verəsiniz. Bu barədə özəl tibb müəssisələrinin işi eyni zamanda özəl tibb müəssisəsinin idarə etməsi çox çətindir. Bir qədər də bu İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasından danışaq. Siz oranın rəhbərisiniz.
Ne işler görür bu assosiasiya? Mən assosiasiyanın işinə keçməmişdən əvvəl biz sizinlə proqram öncəsi danışdıq səhiyyədə idarə etmə. Səhiyyədə idarə etmədə əgər biz kiməsə nəsə bir mesaj vermək istəyiriksə, mən bunu mütləq vurğulamaq istəyirəm ki, səhiyyədə idarə etmə sistemi üçün beynəlxalq standartlardan istifadə etmək mütləqdir. Mütləqdir və çox əfsuslar olsun ki, bizim Azərbaycanda az istifadə olunur. Hətta mən bildiyim cəmi 4-5 xəstəxana bu akkreditasiya sistemlərindən istifadə edir. İstifadə etmək demək deyil, tətbiq edir. Məsələn, GCI dünya üzərində tanınmış bir akkreditasiya sistemi var. GCI, Joint Commission International, 100-dən çox ölkədə xəstəxanada tətbiq, ölkənin xəstəxanalarında tətbiq olunan bir sistemdir. Çox sərt bir sistemdir. A-dan Z-yə xəstəxananın anbarından tutmuş, resepsiyonundan, xəstə xidmətləri, qan alma, tibb bacılığı, həkimə aid bütün hər bir strukturun qurulmasında kömək olur. Çox mükəmməl bir sistemdir. Mən çox istəyərdim ki, Azərbaycanda qurulan özəl tibb müəssisələri və yaxud da qurulmuş tibb müəssisələri bu sistemin dən istifadə etsinlər. Çünki ya da bu sistemin bir parçası olsunlar. Bəli, tətbiq eləsinlər öz xəstəxanalarında. Çünki bu sistemin tətbiqində səhvə yol yoxdur. İnanın, o dərəcədə hər şey ideal planlaşdırılıb. A-dan Z-yə hər şey çox gözəl planlaşdırılıb. Xəstə təhlükəsizliyi, pasient məmnuniyyəti üzərinə qurulmuş bir sistemdir və sistem çox mükəmməldir. Sənədlərindən tutmuş, xəstə ilə necə davranacaqsınız, dərmanları necə idarə edəcəksiniz. Bəzən görürsünüz, bəzən xəstəxanalarda olur, yanlış orqan əməliyyatı olunur, yanlış dərman istifadə olunur. Bütün bu riskləri nəzərə alaraq çox gözəl tətbiq olunmuş bir standartdır. Keçək icmaya. Keçək icmaya. İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası əslində 19 komissiyadan ibarətdir. Mən komissiyanın rəhbəri deyiləm. Komissiyanın rəhbəri Tural Mustafayevdir. Mən tibb müəssisələri və həkimlərlə iş komissiyasının rəhbəriyəm. Komissiya nədən ibarətdir? Komissiyanın tərkibində 15 xəstəxana var. Yəni biz özəl tibb müəssisələrinin öz komissiyamız daxilində birləşdirərək onların icmanın əslində burada missiyasını, icma nə deməkdir? İş Adamları Cəmiyyətinin Assosiasiyası sahibkar olan dövlət qurumları arasında əlaqə yaradan bir qurumdur. Bir körpüdür. Bir körpüdür, bir körpü rolu oynayır. Bizim komissiyada eyni zamanda özəl tibb sektorunda olan xəstəxanalarla dövlət strukturları arasında bir körpü rolu oynayır. Yəni bu özəl tibb müəssisələri deyirsiniz. Bunlar bütün yəni respublikada olan tibb müəssisələrini əhatə edir də, yəni. Bəli, respublikada bir çox tibb müəssisələri var. Özəl tibb müəssisələri. Bəli, mən bildiyim qədər son statistika ilə 300-dən üzəri, 300-dən çox, yəni özəl tibb müəssisəsi var. Bunlardan cəmi 16-sı icmanın üzvüdür. Çünki bizim üzvlüyümüz 15-16 ilə sona yenir, kifayətlənir. Biz nə işlə məşğuluq komissiya olaraq? Sektorun problemlərini 15-16 xəstəxana, aparıcı xəstəxanalar rəhbərləri əyləşib, sektorun bizim özəl problemlərimizi deyil də, sektorun problemlərini ortaya qoyuruq və ondan sonra bunun həll çıxış yollarını tapıb və dövlətə müraciət edirik, dövlət orqanlarına ki, özəl tibb müəssisələrinin bugün bu problemləri var, əziyyət çəkirlər. Məsələn, məşğulluqla 2025-ci ildə biz məşğulluq, vergi, anti-insar, Səhiyyə Nazirliyi, icbari tibbi sığorta, bəzi qurumlarla görüşümüz oldu. Rəsmi görüşlərimiz planlandı və həyata keçirildi. O görüşlərdə biz səhiyyə sistemində olan problemləri dilə gətirdik və bunlar nəzərə alındı. Bir qədər də istəyirəm Məlhəm Beynəlxalq hospitaldan danışaq. Yəni bildiyimiz qədərilə icbari tibbi sığorta xidmətləri Məlhəm Beynəlxalq Hospitalda tətbiq edilir. Bir qədər bununla bağlı zəhmət olmasa.
Mən ilk öncə fürsətdən istifadə edib Bəli. ölkə prezidentimizə, cənab İlham Əliyevə, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə imzaladığı üçün 2016-cı ildə çox böyük təşəkkürümü bildirmək istəyirəm. Çünki icbari sığortanın Azərbaycanda ölkədə tətbiqi tibbi çox əlçatan edib. Bəli. Hətta həyatı boyu Azərbaycanın paytaxtına ayağı basmayan, uzaq ucqar kənddə yaşayan bir sakin belə bugün Azərbaycanın istədiyi özəl və dövlət tibb müəssisəsində istədiyi əməliyyatı eləyə bilər, istədiyi tibbi xidmətdən keçə bilər. Bəli. Bu möhtəşəm bir proyektdir. Bəli. Və Məlhəm Beynəlxalq Hospitalda çalışdığı ilk gündən, fəaliyyətə başladığı ilk gündən bəri icbari sığorta ilə çox sıx əməkdaşlıq edir. Pasiyentləri, xidmətlər zərfində olan pasiyentləri göndəriş əsasında göndərildiyi zaman, yəni bizdə Dövlət özəl xəstə müəssisəsindən sizə göndərildiyi zaman bizim xəstəxanada icbari sığorta xəstəsi və yaxud da özəl xəstə bir anlayışı yoxdur. Bizim üçün xəstə xəstədir. İstər icbari sığorta xəstəsi olsun, digər sığortaların xəstəsi olsun, istər ödənişli xəstədir. Xidmət hər kəs üçün eynidir, yüksək keyfiyyətlidir, xəstə yönümlüdür. Məlhəm Hospital necə? Siz onların icraçı direktorusunuz və hansı xidmətləri göstərməkdədir və bir də siz də deyilsə bu gələcək planlardan da bir qədər bizə məlumat verərsiniz mümkünsə. Buyurun. Təşəkkür edirəm sualınız üçün. Çünki demək olar ki, Məlhəm mənim üçüncü övladımdır. Sıfırdan bir xəstəxananı qurmaq və bugün siz də qeyd elədiyiniz ki, Məlhəm Respublikanın 3-5 böyük xəstəxanalarından biridir və tibbi xidmətinə görə, yaxşılığına görə sayılıb seçilən xəstəxanalardandır. Sevindirici haldır ki, 19 noyabrda biz Türkiyədə Türk dilli dövlətlərin bir yarışmasında onların Türk Odalar və Bursalar Birliyinin keçirdiyi bir yarışmada Məlhəm Hospital 3 ildə ən sürətlə inkişaf edən biznes mükafatını qazandı və çox sağ olun. Bu mənə elə gəlir ki, həm Azərbaycan səhiyyəsi adına, həm ölkə adına, həm də Məlhəm adına çox böyük uğurdur, bəli. Məlhəm fəaliyyətə başladığı ilk dövrdən, ilk andan bizim 2 hədəfimiz var idi. Ölkə səhiyyəsinə yenilik gətirmək və xəstə yönümlü, keyfiyyətli tibbi xidməti qurmaq. Onsuz da dövlət xəstəxanalarında Azərbaycanda yetəri qədər yaxşı həkimlərimiz var və yaxşı xidmətlərimiz öd kisəsini, apendisiti və yaxud digər bir əməliyyatları hər kəs edir. Biz Məlhəmə bir fərqliliklə istədik ki, Azərbaycan sahəsinə girək. Əvvəlcə bütün sahələri açmaqla. Məsələn, Azərbaycanda bugün Məlhəm Hospitalda bütün tibbi sahələr var. Yəni, bütün tibbi bölümlər, həm cərrahi, məsələn, Məlhəmin ürək cərrahiyyəsində görülə bilməyən, ürəklə bağlı oluna bilməyən bir prosedur, əməliyyat yoxdur. Bütün əməliyyatlar icra edilir. Bəli, icbari sığorta xətti ilə həm də icra olunur. Hətta belə. Bəli, bütün ürək aid olan bütün əməliyyat prosedurlar icbari tibbi sığorta ilə həyata keçirilir. O zərf çərçivəsində icra edilir. Bəli, yüksək səviyyədə. Daha doğrusu, ondan sonra neyrocərrahiyyə, onurğa cərrahiyyəsi adına eləyə bilmədiyimiz bir iş yoxdur. Eyni zamanda digər bölümlər olsun, fizioterapiyası, urologiya və s. və axıra və hər ay 155 uşaq dünyaya gəlir Məlhəmdə. Belə. Bir də biz verilişə başlamamışdan qabaq bir cihazla bağlı bir süni... Bəli, bir çox cihaz və avadanlıqlarımız var, yeni xidmətlərimiz var. Ümumiyyətlə, Məlhəm Hospitalda yeni doğulmuş pediatrik uşaq və böyük adına görə bilməyəcəyimiz heç bir iş yoxdur. Yəni, həm yeni doğulmuşun hər bir əməliyyatı və s. hər bir tibbi
müalicəsi var, həm uşağın, həm böyüklərin. Yəni həm təcili yardım xidmətimiz var, həm yeni doğulmuş üçün, pediatrik üçün, böyüklər üçün 7-24 çalışan təcili yardım xidmətimiz var, evdə tibbi xidmətimiz var, əməliyyatxanalarımız var və s. və ilaxıra ki, 10 əməliyyatxana ilə bu gün fəaliyyət göstəririk, 126 yataqlıdır xəstəxanamız. Eyni zamanda Azərbaycanda 12 ilin üzəri oxuyub gələn həkimlərimiz var ki, sayları çox azdır. Onlara yandalçı deyirlər. Məsələn, Azərbaycanın yeganə yandalçı, 12 il üzəri oxuyub gəlmiş uşaq allergoloqu Nərmanə xanım Məlhəm Hospitalda fəaliyyət göstərir. Uşaq kardioloqu, hansı ki 12 ilin üzərində Türkiyədə təhsil alıb gəlib Ceyhun doktor, uşaq kardioloqu Məlhəm Hospitalda çalışır. Azərbaycanın 2 yandalçı revmatoloqundan biri Alidə xanım Məlhəm Hospitalda çalışır. Azərbaycanın yenə 12 il üzəri oxuyub gəlmiş endokrinoloqu Nərmanə xanım Məlhəm Hospitalda çalışır. Mən digər həkimlərimin haqqını yeməyim. Məlhəmdə çox gözəl həkim heyəti var. Hər kəs bir-birindən... Mən sizə o sualı verəcəkdim ki, necə seçirsiniz həkimləri? Bəli, həkim olduğum üçün həkimləri seçməkdə çətinlik çəkmirəm. Biz onlarla kolleqayıq. Məlhəmin kadr seçimində tək CV, tibbi təcrübə, diplom deyil əsas məsələ. Bunlarla yanaşı şəxsi keyfiyyətlər, komanda uyumlu olması çox vacib şərtlərdir, bəli, bizim üçün. Ona görə deyə bilərəm ki, əminliklə deyə bilərəm ki, Məlhəmdə bir ailə var. Biz öz aramızda Məlhəm ailəsi deyirik. Məsələn, uğurumuzun... xalqımıza məlhəm olur. Bəli. Uğurumuzun əsas əslində siz bayaq qeyd elədiniz, 3 ildə çox sayılıb seçilən xəstəxanalar səviyyəsinə gəlməyimizin əsas bəlkə də səbəbi budur. Biz bir ailəyik. Mehriban komanda. Bəli. Bəli. Böyük bir ailəyik. Cihaz və avadanlıqlara keçdikdə isə Azərbaycanda bir çox cihaz və avadanlıqlara yeniliklərlə təkik. Məsələn, Parkinson cərrahiyyəsi eləyən Azərbaycanda yeganə mərkəz Məlhəm Beynəlxalq Hospitaldır. Üzr istəyirəm, o da mı daxildir icbari tibbi sığorta? Əfsuslar olsun ki, hələ ki daxil deyil. Bizim müraciətimiz var. Yəqin ki, 2026-cı ilin xidmətlər zərfinə gözləyirik ki, salına bilər. İnşallah. Bəli, Parkinson cərrahiyyəsi Türkiyədə 40.000 dolların üzərində və yaxud xarici ölkələrdə keçirilən bir cərrahi əməliyyatdır. Əllərin və bədənin əsməsi ilə təzahür eləyir. Biz il yarımdır bu fəaliyyətə başlamışıq. 50-ci əməliyyatımızı elədik. Nəticəmiz 50 üzərindən 50-dir, 100%. Və uğurlarımız bu sahədə inşallah inkişaf edib davam edir. Məlhəm Beynəlxalq Hospitalda bir də mərkəz olaraq qadın sağlamlığı mərkəzi var. Son avadanlığımız mammografiya cihazıdır ki, süni intellektlə olan mammografiya cihazını Azərbaycana gətirdik və bununla da Azərbaycan xanımlarına bir müayinə sunduq. Mən Məlhəmdə olan yeniliklərdən davam eləyərkən mütləq qeyd eləməliyəm ki, Məlhəmdə yeni bir yuxu laboratoriyası açıldı. Deyəcəksiniz ki, yuxu laboratoriyası nədir Səvdə xanım? Bəli. Bir çox insanlarımız var ki, bəlkə də bizlər də ona daxilik, yatmaqda əziyyət çəkir. Amma bu yata bilməməzliyimizin səbəbini tapa bilmirik. Bunun üçün Məlhəm Yuxu Laboratoriyası fəaliyyətə başladı. Yeni cihaz alındı. Həkimimiz Türkiyədə Çapada təhsil alıb gəlmiş uzman doktordur. Texniki göndərdik Türkiyədə 2-3 aya yaxın orada bu fəaliyyət necə idarə olunur onu öyrəndi və avqust ayından təcrübə keçdi. Bəli, təcrübə keçdi və avqust ayında fəaliyyətə başladıq. Xəstə xüsusi otaqda, xəstəxanada ev şəraiti qurulmuş bir otaqda yatır. Yatarkən biz onun başına bir şleym keçirdirik və yuxusunu digər bir otaqdan izləyirik. Səhər xəstə ayılandan sonra bizim həkimimiz Könül xanım Məmmədova analiz eləyir. Xəstənin yata bilməmə səbəbi nədir? Nevrolojidurmu?
qulaq, burun, boğazla mı əlaqəlidir? Ağciyər bronx mənşəlidirmi? Köklüyə mi bağlıdır? Nəyə bağlıdır? Və bu istiqamətdə hansı səbəbdirsə, hansı ixtisasa aiddirsə, nevroloq və s. o həkimə gedir, müraciət edir. Yuxu apnosu deyilən Yəni belə. o artıq o aparat, o şlem deyək də, o aydınlaşdırır da hansı istiqamətdə müalicə tələb olunur. Bəli, biz yuxunu belə deyərək, sadə dildə desək, yozaraq, bəli, problemin harda olduğunu görürük və bəzən xəstələr var, yatdığında saturasiyası çox düşür, yuxu apnosu və s. Belə xəstələrə asanlıqla diaqnoz qoyuruq. Əfsuslar olsun ki, statistikamızda qadın sağlamlığına aid acınacaqlı bir fakt var. Bəli. Azərbaycanda, ümumiyyətlə dünyada süd vəzi xərçəngindən çox xanım əziyyət çəkir. Statistikalara görə gələcəkdə, hətta yaxın gələcəkdə 3-5 il sonra hər 8 qadından birinin xərçəngi olma riski var. Bəli, bunun üçün biz Məlhəm Hospitalda qadın sağlamlığı bir bölümü, mərkəzi açdıq və son model mammografiya cihazı, süni intellektli mammografiya cihazı gətirdik ki, xanımlarımızın vaxtında diaqnoz qoyulmasını, xərçəngdən müalicə almasını, deyəcəksiniz, xərçəngdən müalicə varmı? Bəli. Tibbdə belə bir söz var, erkən diaqnoz həyat qurtarır. Bəli, profilaktik olaraq yoxlanıb və yaxud da vaxtında xəstəliyin birinci stadiyasında aşkarlanan xərçəngin müalicəsi var. Süd vəzi xərçənginin də müalicəsi Azərbaycanda və bütün dünyada çox uğurla aparılır. Bunun üçün süni intellektli mammografiya cihazı aldıq. Burada həkimin gözündən yayılan hər bir problemi süni intellekt göstərir ki, bura daha diqqət eləsəniz yaxşı olar. Ümid edirəm ki, dinləyicilərimiz də yəni eşitdilər. Məlhəm Hospitalda belə bir süni intellektli mammografiya cihazı var. Yəni düşünürəm ki, gəlib bunlar da faydalana bilərlər. Bəli, çox yaxşı mütəxəssislər var. Bu sahədə mammografiyanı icra edib, ondan sonra onun çıxan əgər bir fəsad varsa, xəstəlik varsa, onu müalicə eləyəcək çox yaxşı həkim kollektivi var. Verilişin vaxt məhdudiyyətini nəzərə alaraq istərdik ki, sonda bizim dinləyicilərimizə ürək sözləriniz nə olardı? Nə demək istərdiniz onlara? Nə məsləhət verərdiniz? Buyurun. Bir həkim olaraq dinləyicilərə ilk öncə sağlamlıqlarının keşiyində durmağı arzulayardım. Bəli. Həqiqətən bəzən yaxınlarımızdan, böyüklərimizdən eşidirik və xəstələnməyənə qədər fərqinə varmırıq ki, sağlamlıq həqiqətən çox böyük nemətdir. Gənclərə səslənərdim. Biz tək özümüzün sağlamlığımızdan deyil, valideynlərimizin sağlamlığından da məsuliyyətliyik. Ona görə vaxtaşırı gənclərin, orta yaşlı, hətta ahıl yaşlı insanların check-uplardan keçməsi, dövrü check-uplardan keçməsi diaqnozların və yaxud xəstəliklərin vaxtında aşkarlanması lazımdır. İkinci, valideynlərə səslənərdim. Əfsuslar olsun ki, çox zamanlar, axır zamanlar yeniyetmə intiharlarının sayı çoxalıb. Mən çox istəyərdim valideynlər bir həkim kimi istəyərdim övladlarına diqqət yetirsinlər. Onlar çox zaman depressiyada olurlar. Bəzən valideyn bunu görməkdən gəlir. Həkimə aparmaqda utanır. Bəlkə çevrələrindən, amma axırda bu bir övladın həyatının sonlanmasına gətirib çıxardır. Mən çox istərdim ki, valideynlər bu barədə maariflənsinlər. Son olaraq yeni başlayan gələcək xəstəxana qurucularına səslənmək istəyərdim. Möhkəm olun, əzmli olun, yorulmadan çalışın. Əzmin zəfəri deyə bir doyumumuz var. Gec-tez öz istəyinizə nail olacaqsınız. Və Məlhəm Hospitalın rəhbəri və qurucusu olaraq sonda
hər kəsə sağlıq arzulayarkən 7/24 Məlhəm Beynəlxalq Hospitalın onların xidmətində olduğunu çatdırmaq istəyərdim. Yeni doğulmuş pediatrik və uşaq, əgər hər hansı bir sahədə bir probleminiz varsa, bilin ki, Məlhəm Hospital ailəsi, kollektivi sizin yanınızdadır. Hər zaman hər cür yardımı etməyə hazırdır. Biz də sizə öz növbəmizdə təşəkkürümüzü bildiririk. Sağ olun, gəldiniz. Bizim verilişin əsas qayəsi xalqımızı maarifləndirməkdir. Və siz də bugün bu qayəyə xidmət etdiniz. Gəldiniz, xalqımızı maarifləndirdiniz. Həm öz icma haqqında, həm beynəlxalq Məlhəm Hospital haqqında. Biz sizə dərin təşəkkürümüzü bildiririk və gələcəkdə də, yəni bu sizinlə son görüşümüz deyil, gələcəkdə də Məlhəm Hospitalda ümumiyyətlə, yəni işlədiyiniz, çalışdığınız sahədə, cəmiyyətinizdə hər hansı bir yenilik olarsa, onu bizimlə bölüşmək ümidi ilə sizi biz verilişimizdə görmək istəyəcəyik. Çox böyük məmnuniyyətlə. Bir daha təşəkkür edirəm sizə dəvətiniz üçün. Maarifləndirmə tip haqqında kiməsə nəsə bir xeyrimiz oldusa, nə gözəl bizə. Bəli. Məmnuniyyətlə hər zaman verilişinizdə iştirak etmək bizim üçün böyük fəxr və şərəf olardı. Təşəkkür edirik. Əziz və dəyərli dinləyicilər, bununla da verilişimizin sonuna gəlib çatdıq. Bugün səhiyyədə idarəçilikdən danışdıq. Qonağımız isə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının Tibbi Müəssisələr və Həkimlərlə İş Komissiyasının rəhbəri, aksiyanın idarə heyətinin üzvü və ən nəhayət Məlhəm Beynəlxalq Hospitalının icraçı direktoru Sevdə xanım Əlizadə ilə həmsöhbət olduq. Mən isə sizlə sağollaşıram. Sağ olun, gələn görüşlərədək.